Doğmaq yuxusu haqqında niyə daha çox insan danışmır? Gəlin gizli mənaları birlikdə açaq. Doğmaq yuxusu çox vaxt yeni başlanğıcları və müsbət dəyişiklikləri simvollaşdırır. Əgər oğlan uşağının dünyaya gəlməsi ilə bağlı xəyal qurursunuzsa, bu, gücü və liderliyi təmsil edir. Qətiyyət və uğur mərhələsini göstərir. Digər tərəfdən, xəyallarınızda qız uşağı sevgi və harmoniya dövrünü, emosional əlaqələrə və münasibətlərə diqqət yetirməyi təklif edir. Xəyallarınızda əkizlər görürsünüz. Bu, iki qat nemət və bolluq əlamətidir. Sevincli hadisələri və qarşıda olan firavan vaxtları göstərir. Amma, bütün doğmaq yuxusu bir mənalı deyil. Ölü və ya xəstə uşaqla bağlı xəyal qurmaq narahatlıqları və çətinlikləri əks etdirə bilər, bizə ehtiyatlı olmağı və çətin anlara hazır olmağı xatırladır. Hətta xəyallarda doğuş ağrısı belə üzləşdiyimiz çətinliklərə işarə edir. Əgər səbr etsək, əhəmiyyətli mükafatlar vəd edir. Bu xəyallar bizə xatırladır ki, hər çətinlik böyümək və uğur qazanmaq üçün bir fürsətdir. Beləliklə, növbəti dəfə doğmaq yuxusu ilə bağlı xəyal qurduğunuzda, unutmayın ki, bu sadəcə bir xəyaldan daha çox şeydir. Bu, yeni başlanğıclara doğru səyahətinizin və həyatın sizin üçün hazırladığı gözəl dəyişikliklərin əksidir. Şirin yuxular.